Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə alma mürəbbəsinin hazırlanma qaydasını göstərirəm. Tam mövsümüdür. Almaların bol vaxtında çox məsləhətlidir ki, bu mürəbbədən hazırlayasınız. Bu alətdən içini oyuram və kartof doğrayanla da dilimləyirəm. Deməli, ən birinci bizə lazımdır sodalı su. 1 litr suya 1 yemək qaşığı soda əlavə eləyirik. Məndə 2 litr sudur. 2 yemək qaşığı da soda əlavə eləyirəm. Çırpıcıyla tam qarışdırıram ki, soda tam həll olunsun. İndi də almanın içini, yəni özəyini oyuruq, çıxardırıq tam. Sonra da qabığını soyuruq. Mürəbbə edəndə alma mütləqdir ki, bərk olsun. Tam qabığını soyduq, içini oyduq. İndi kartof doğrayanla amma mən bu cür dilimləyirəm. Əziz izləyicilər, mən yarım ay formada doğradım. Siz istəsəniz kub formasında, halqa formasında da doğraya bilərsiniz. Əgər halqa formasında doğrasanız, yaxşı olar ki, almalar biraz yığcam olsun. Deməli, sodalı suya yığdıq almaları, üstünə də qab qoydum. 2-3 saat bu cürə saxlayırıq. Sodalı su almaları tam bərk edir. İndi də almaları soyuq suda 2-3 dəfə yaxşı-yaxşı yuyuruq. Dərin bir ləyən götürdük. Üzərinə su, şəkər tozu əlavə edirik, şərbətimizi hazırlayırıq. Şərbətimiz qaynara düşəndə dilimlədiyimiz almaları əlavə edirik. Üzərindən biraz yüngül belə qarışdırırıq qaşıqla ki, çox əzməyək. Deməli, şərbətdə almaları 15 dəqiqə pörtlədirik, qoyuruq kənara. Hardasa 2 saat, 3 saat bu cürə soyuyur. Sonra üzərinə yarım limon sıxırıq. Elə qabığını da atıram elə mürəbbənin içinə ki, qabığın da öz ətri çıxsın. Qoyuruq qazın üstünə, orta odda bişiririk. Nəzarət eləyirik ki, bütün almalar şərbətin içində olsun. Əzizlərim, çox məsləhətli reseptdir. İnanın ki, 2 ildir mən bu mürəbbəni eləyirəm. Çox da xoşuma gəlir. Baxın, hələ qaynayır, fikir verirsiniz dilimləri. Heç bir əzinti yoxdur, əzilmə yoxdur, dəndəndir. Əziz izləyicilər, alma turşa şirin olduğuna görə mən limon duzu vurmuram. Amma siz yoxlayarsınız. Əgər sizdə alma şirindirsə, limon duzu vurun. Xarlamağın qarşısını alsın. Bax, burada şərbəti mən yoxlayıram ki, görüm necədir. Elə bil ki, şərbətdə damcılar ağır süzülür. Verirsiniz. 2-3 dəqiqədə qaynadıb, qazı söndürüb, mürəbbəni götürürəm. Ləyəni biraz belə silkələyirəm ki, üzərində az da olsa kəf var. Salfet kağızını üzərinə, mürəbbənin üzərinə qoyuram, yüngül üstünə belə basıram ki, bütün kəflər salfet kağızının üzərinə hopsun. Əziz izləyicilər, qaynar da inanın ki, videonu sonlandırmaq üçün dedim ki, yox, elə göstərim ki, yəni heç bir əzik yoxdur, dəndəndir, hələ qaynar da. Bilmirəm, videoda görünür mürəbbədən tüstü çıxmağı, fikir verin necə gözəldir. Hələ soyuyanda tam özünü tutacaq, şərbətin özü, rənginə baxın necə şəffafdır. Yəni, çox bəyəndiyim mürəbbələrdən biridir. Videonun alt bölümündə, açıqlamada resepti, qədəri dəqiqliklə yazacağam. Siz oradan istifadə eləyərsiniz. Göz haqqınızı halal edin, hazırlayanlara nuş olsun. Videoma baxdıqdan sonra like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.